sistemlərindən müəyyən bir ortaqlıq olmalı, müəyyən buraları bir ümumi bir cəhətlər olmalı. Səhədə tanışsız yaxşı fikirdir. Cavab versin, buyur. Səslərlə desən yox. Mən yəni o pərdə sisteminə görə o səs düzümlərini təyin eləmişəm. Onun nümunələrini timsalında da vermişəm. Mən dissertasiyamda bu barədə çox ətraflı yazmışam. Bilirsin niyə deyirəm? Elə bir məsələn tal ola bilir ki, orada 17 pərdə yoxdur, 15 pərdə var. Rəhmətli Əfrasər Bədərbəlidə də elə şey var. 15 pərdə, amma o deməkdir ki 15 pərdəlidir. 17 pərdəli sistemdə 2 pərdə qoşulmuşdur. O deməkdir ki 17 pərdəli sistem deyil. Bunu Əfrasər Bədərbəli çox gözəl açırdı. Sazda da ola bilərdi ki 9 olsun, 12 olsun, 11 olsun. Amma 11 sistemi var mı? Mən onu demək istəyirəm. Var ya yox. Var bu şeydir. Adı nədir? Onların dissertasiyamında var, orada açmışam, yanımda deyil, onun nəticəmdə çıxartmışam mən orada. Yəni, mənim üçün məlum oldu ki, Vaqif müəllim, mənim birinci dissertasiyamda mən orada qeyd edirəm 3 telli saz. O əsasən, hətta Bahəddin Ögəlin kitabında da bəlkə də siz bilirsiniz, orada pərdələrin adını verib. Hətta mən Əfrasiyyə Bədəlbəlinin kitabına da müraciət eləmişəm. Orada da bizim sazların, deyir ki, 14 pərdəli saz, orada da adlarının altısını çəkir. Mən orada da qeyd edirəm, təəssüflə qeyd edirəm ki, o birisi pərdələrin adı təəssüf ki, yer almamaqdadır. Çünki onlar da olsaydı, daha mən anlaşıqlı şəkildə müqayisə eləyə bilərdim. Bahəddin Ögəldə də 6 pərdənin adı çəkilir. Ondan sonra mənim dissertasiyamda ayrı-ayrı bölgələrdə onların o leksikonunda məxsus adlarını təsbit eləmişəm. Aydındır, bir də müsahibəyə tutarım. Buyurun. Hər hansı bir sazınsa, o Azərbaycan və İran Azərbaycanlarda olan sazların, onlar səs sistemin akustik ölçülərini ayırt etməmsən ki? Yox. Çünki o vacib elmidir, əsl elmidir. Onun akustikasını... Vaqif müəllim, sizin o elm işinizi, o tarla bağlı olan akustik məsələləri təəssüflər o. Çünki, yox, toxunmağa bizim o matematik alimlərimizə çoxsuna müraciət eləmişəm. Onlar mənə yardım eləmədilər ki, bu məsələni, o akustik məsələsi baxımından araşdıram. Çünki, məsələn, Erzurum Atatürk Universitetində Arif Salimov adlı professorumuza dedim, mənə kömək eləmədilər ki, mən onun matematik hesablamaları əsasında. Amma gələcəkdə bu məsələ açılmalıdır, təsbit olunmalıdır. Çünki pərdələr, mən də özüm üçün istəyirəm ki, bunu nöqtəni qoyam. Yəni, o matematik hesablama əsasında ki, bu pərdələrin nəyə xidmət edir, bunların o səs düzümü nəyə bağlıdır? Yəni, elə tək adlarını verməklə olmur, onun səslənməsi də çox mühüm əhəmiyyət kəsb edir. Vaqif müəllim tarda bunu eləyir, mən də hələlik araşdırmamız davam edir. Gələcəkdə yenə eləyəcəm mən. Bir alim tapıb bu məsələni nöqtə qoyacaq. Yox. Buyurun, daha suallar. Yoxsa mənim sualım var mətnlə bağlı olan. Mənə maraqlıdır, bəlkə mən bilmirəm. Aşıqlarda satirik mətn var, yoxsa yox? Şeylərdə var, meyxanada var, sosial şeyləri tənqid edirlər. Və aşıqlarda ancaq tərifnamə, biraz lirik şeylər və bəlkə var, bəlkə biz bilmirik. Və mənim üçün bu çox maraqlıdır. Buyurun. Fərhad müəllim, doğrudan çox maraqlı bir məsələyə toxunursunuz. O aşıqlarda da təbii ki, satirik mövzularda yazılmış şeirlər var. Var. Mən məsələn, o məişətlə bağlı olan şeylərdə, ailə məişət mövzusunda olan, mən məsələn, İranda da görmüşəm, deyək ki, türk aşıqlarında da bunların təsbit eləmişəm, amma çox nadir halda. Məsələn, mənim sahəm indi ədəbiyyatçı olmadığım üçün, amma hiss var onlarda. Məsələn, tərifnamələri olan var, gözələ tərifi olduğu kimi, ictimai o tənqidi, satirik mövzularda olan şeylər də var onlarda. Mən niyə soruşuram? Çünki Sovet vaxtı aşıqların üstünə bir dənə peçət qoyub ki, aşıqlar ancaq yaltaqlıqla məşğul olur. Bu da, buyurun. Əlimizdə zorba çomaq, başımızda motal papaq. Al şalvardan qarayamaq, komünizmə gedirik biz. Bu Sovet devrində yazılandı. Bunu bir nəfər el şairi yazıb, Qaraxanlıdan, Tovuzdan. Mikhail Əzablı oxuduğuna görə onu 4 il həbsə salmışlar.
Mən sizə o qədər deyərəm o həcblərdən, o qədər yazıblar ki. Напечатано было, не было. Mən bu bana ləzzət verir çünki həmişə biz aşıqları belə hökumət konsertlərdə çıxış eləyəndə kommunizmi tərifləyirdilər və ona görə aşıqlara biraz münasibət bir mənalı deyildi. Halbuki belə şeylər var, bunu açmaq lazımdır, bunu təbliğ eləmək lazımdır. Çox sağ olun. Daha suallar var yoxsa yox? Устно передавалось. Yoxdur. Buyurun. Это уже на кухне разговаривали. Bir də Professor sənətşünaslıq doktoru Professor Babək Qurbanov tərəfindən, ikincisi filologiya elmləri doktoru Professor Qəzənfər Paşayev, üçüncüsü filologiya elmləri doktoru Professor Marifə xanım Hacıyeva, sənətşünaslıq doktoru Professor Rəna xanım Məmmədova və filologiya elmləri doktoru Azərbaycan Milli Elmlər Akademiyasının bir üzvü Professor Azad Nəbiyev tərəfindən rəylər verilmişdir. Bu rəylər müsbətdir, sual və iradlar göstərilmir və aparıcı təşkilat Azərbaycan Milli Konservatoriyasının Milli Musiqinin Tarixi və Nəzəriyyəsi kafedrası tərəfindən protokol və rəy daxil olmuşdur. Rəy ümumilikdə müsbətdir. Oxuyum rəyi. yox, böyle iradlar varmı? Var, rəydə iradlar var. İcazə verin onunla tanış eləyim sizə. Rəydə göstərilir ki, İlqar İmanverdiyevin rəy verilən dissertasiya işinin mövzusunu təqdir etməklə yanaşı, tədqiq olunan problemlərin gələcəkdə daha dərindən işlənməsini və davam etdirilməsini arzu edərdik və bir neçə iradlar göstərilir. Birincisi, İfaçılıq sənətindən fərqli olan ifaçılıq nəzəriyyəsinin əsas prinsipləri tam şəkildə əhatə olunub rəhbər tutulmalı idi. Müəyyən texniki üsulları, təzənə vuruşları və barmaqları təfsilatı ilə şərh edən müəllif, artikulyasiya, fraza və cümlələrin qurulması, bütöv formanın təcəssümü, ifa manerası, bədii təfsir və başqa məsələlərdə xüsusi diqqət yetirməmişdir. İkincisi, dissertasiyada qarşılaşdırılan tərəflərdən birinə İran türklərinin aşıq sənətinə xüsusi bir fəsil, birinci fəsil ayrıldığı halda Azərbaycan türklərinin sənətinə aid müəyyən bir bölməyə rast gəlmirik. Üçüncüsü, İran türklərindən olan Xələc, Şahsevən, Əfşar, Qaşqay, Qarapapaq kimi etnosların etnik mənsubiyyəti və Azərbaycan türkləri ilə münasibətləri açıqlanmamışdır. Dördüncüsü, dissertasiyada müxtəlif qəbildən olan terminlər siyahısı kifayət qədər yer tutur. Müxtəlif məktəblərə məxsus musiqi repertuarı təqdim olunsa da, musiqi və ifaçılıq aspekti açıqlanmamışdır. Qeyd olunan bəzi iradlar İlqar İmanverdiyevin tədqiqat işində əldə etdiyi nailiyyətlərin və qiymətli tapıntıların əhəmiyyətini azaltmır və onun dissertasiya işi aşıq musiqi ifaçılığı sənətinin öyrənilməsində müəyyən mərhələ hesab oluna bilər. Və sonda göstərilir ki, İlqar İmanverdiyevin doktorluq dissertasiyası Ali Attestasiya Komissiyası tələblərinə bütövlükdə cavab verir və o müəllifi sənətşünaslıq doktoru, alimlik dərəcəsi almağa layiqdir. İlqar bəy, buyurun. Buyurun, iradlara cavab verin. İradlara cavabı verim. Burada məsələ qaldırılır. Mən birinci irada cavab verim. Qeyd etməliyəm ki, mənim sahəm ifaçılıq sənəti ilə bilavasitə bağlı olduğu kimi, mən dissertasiyada ən çox ifa texnikası, ifaçılıq məsələləri, ifaçılıq quruluşu, ifaçılıqdakı olan o cəhətləri, xüsusiyyətləri, o məziyyətlərə daha ağırlıq vermişəm. Ona görə bu sənətşünaslıq münasibəti ilə yanaşmışam. Burada bəzən deyirlər fraza cümlələrin qurulması. Bütün təbii ki, İran türklərindəki bizim aşıqlarımızın musiqi repertuarının araşdırılması hələ uzun illər çox tədqiqatçıların mövzu hədəfində olacaqdır. Biz sadəcə ifaçılıq prizmasına yanaşdığımıza görə bununla məhdudlaşdırmışıq. Həm də dissertasiyanın həcmi baxımından da bunlar əl vermədiyi üçün bu məsələləri tam açıqlıq gətirib onu izah eləmək bir ayrı doktorluq işinin mənə belə gəlişin mövzusudur. Yəni, mən ifaçılıq məsələləri kontekstində bu məsələləri araşdırmışam. Özüm ifaçı olduğum üçün... Mən mətəb qalıram, niyə sazla gəlməmişsən? Sən burada sazla sübut eləməliydin.
göstərməliydin, axı bu dissertasiyanın ən əsas yeridir. Burada biraz ya təvəzzükarlıq göstərirsən, ya biraz düşünmədin. Təvəzzükarlıq dedim, birdən səhv anlayarlar, onsuz da mən bunları... Bu SAS haqqında danışırsan. Mən Rahel haqqında dissertasiya müdafiə eləsəydim, orada oturardım. Mənə çox dedilər, amma sözə baxmadım. Nəysə, Yaxşı, buyur. Suallar qaldı? İradların... Var, o birisilərə də cavabımı verim. Burada bir məsələ var. Deyirlər ki, Azərbaycan aşıq sənətinin məktəblərindən toxunulmuyubdur. Mən namizədlik dissertasiyamda Azərbaycan aşıq məktəblərinin Şirvan, bir də Qərb aşıq məktəbləri barədə onların ifaçılıq məsələlərində spesifik xüsusiyyətləri araşdırdığım üçün bu doktorluq işimdə bu məsələdə xüsusi olaraq aşıq məktəbləri barəsində bir bölmə, bir fəsil yazmağı qarşımıza məqsəd qoymadıq. Çünki bəzi alimlərimiz bu mövzuda dəyərli kitablar yazmışlar. Məsələn, Azad Nəbiyevin Azərbaycan Aşıq Məktəbi, Azad Ozanın, məsələn, Tovuz Aşıq Məktəbi kimi kitablarını misal çəkə bilərəm. Üçüncü, burada İran türklərində xələt çaş sevən türk soylu xalqlar barədə ki, yəni bunların münasibətlərini aşmamışam. Məlumdur ki, bunlar türk soylu xalqlardır, Qaşqaylar. Mən o bölgələri gəzdiyim üçün onların türk soylu etnik qrupların olduğunu özüm də müşahidə etmişəm. Amma bizim məqsədimiz bu tarixi mənbələr, bunların münasibətlərini aşmaq deyil, bunları ifaçılıq məsələlərində bir araya gəldiklərini, bunların fərqli cəhətlərini, ortaq xüsusiyyətlərini öyrənməyi qarşımıza məqsəd qoyduğumuz üçün bu tarixi əlaqələrə aşmaq, bunların münasibətlərini aşmağı məqsəd qoymamışdıq. Sonra bir məsələdə qeyd olunur ki, dördüncü, qeyd etməliyəm ki, dissertasiyamda Azərbaycan və İran türklərinin aşıq sənətinin qarşılıqlı əlaqələri prinsipində saz ifaçılığı sənətinin problemlərini 2-ci, 3-cü, 4-cü fəsillərdə geniş işıqlandırmışam. Mənə belə gəlir ki, 4-cü o iradə cavab vermişəm bu fəsillərdə. Buyurun, bəli. Cavab sizi qane edir, sürə üzlədir. Yaxşı, onda gecə qapaniyətlərə. Nə? Nigar xanım yoxdur, rəyin göndər. Aha, Nigar xanımın rəyi yoxdur. Axırda? Onda sözü veririk, Nigar xanımın rəyi sonra oxunacaq. Sözü verirəm, Filoloji Elmlər Doktoru, Profesor Oktay Müəllim Rəcəbov. Oktay bəy, buyur. Dissertasiya doğrudan da bizim musiqişünaslıq elminə və ona yaxın olan digər elmlərə çox lazımlı bir dissertasiyadır, əhəmiyyətli dissertasiyadır. Onları mən oxumaq istəmirəm. Mən əsasən iradların üstündə dayanmaq istəyirəm. Alqışlayırıq. Çox sağ olun. Deməli, qeyd olunmuş cəhətlərlə bərabər dissertasiya işinə onun strukturu ilə əlaqədar müəyyən arzularım vardır. Doğrudan da dissertasiya özü nə qədər dəyərli olsa da, onun strukturunda müəyyən yanlışlıqlar var. Birinci, dissertasiyanın birinci fəslində yarım fəsillər arasında həcm etibarilə qeyri-mütənasiblik və əlaqəsizlik vardır. Məsələn, İran mühitində türk soylu xalqlar, Oçer xarakterli yarım fəslində ondan sonra gələn 1-2, 1-3 yarım fəsil haqqında fikir söylənilir. 1-1 və 1-2 yarım fəsillərin hər birisi cəmi 3 səhifədir. 3 səhifədən ibarət olan yarım fəsil. Bu yarım fəsillərin məzmunca bir-birinə yaxınlığını və həcmcə kiçik olduğunu nəzərə alaraq, onları bir başlıq altında olması daha məqsədə uyğun olardı. İkincisi, məncə 3 səhifəlik zərb alətlərinin rolu və əhəmiyyəti adlı yarım fəslin birinci fəsildə yer tapması özünü doğrultmur. Bu yarım fəsil digər fəsillərdə yerləşdirə bilərdi. Məsələn, İran türklərinin aşıq mühitinə ümumi bir nəzər adlanan 1-2 yarım fəslində səhifə 25-də zərb alətlərindən istifadə etmək haqqında fikirlərə rast gəlirik. Digər tərəfdə bu yarım fəsil 4-cü fəsildə də
yerləşə bilər. Üçüncüsü, ikinci fəslin birinci yarım fəsli cəmi bir səhifədən, ikinci yarım fəsil isə 3 səhifədən ibarətdir. Bu fəsildə məzmun və prinsiplərinə görə bir-birinə çox yaxın, həzmcə kiçik olan yarım fəsillərdə bir başlıq altında olmağı daha məqsədə uyğun olardı. Dördüncü, üçüncü fəsildə də ikinci fəsildə olduğu kimi 3 yarım fəsli ilə rast olunur. Halbuki bu bir səhifəlik yarım fəsli digər yarım fəsillər içərisində özünə yer tapa bilərdi. Nəhayət, beşincisi, dissertasiyanın müxtəlif yarım fəsillərində orfoqrafik səhvlərə, aydın olmayan cümlələrə də rast olunur. Bununla bərabər dissertasiyalarla əlaqədar təkliflərimiz də var, arzularımız da var. Birincisi, mövzunun şərq aləmi üçün aktuallığını, dünya musiqi mədəniyyəti üçün elmi əhəmiyyətini nəzərə alaraq onu tezliklə rus, ingilis, ərəb və fars dillərinə tərcümə edilərək çox çap olunmasını məsləhət görürəm. İkincisi, müəllifin aşıq musiqisi ilə əlaqədar zəngin biliyə, bacarığa malik olduğunu nəzərə alaraq, onun bu sahədə tədqiqatlarını davam etdirməyi məqsədə uyğundur və bu aşıq sənəti elminin daha da zənginləşməsinə səbəb ola bilər. Göstərilən iradlar heç də dissertasiyanın elmi təcrübə əhəmiyyətini azaltmır və onun müəllifi 17.302 musiqi sənəti indeksi üzrə sənətşünaslıq doktoru, alimlik dərəcəsi almağa tam layiqdir. Çox sağ olun. Sizlər də rəftarı cəvab edin. Hörmətli oponentim Oktay Rəcəbovun ilk iradı dissertasiyanın birinci fəslində yarım fəsillər arasında həcm etibarilə qeyri-mütənasiblik, əlaqəsizlik olması ilə bağlıdır. Qeyd olunur ki, İran mühitində Türk soylu xalqlar adlı yarım fəslin o cür xarakterli olması və digər fəsillərin cəmi 3 səhifədən ibarət olması ilə bağlıdır. Hörmətli oponentim Profesor Oktay Rəcəbovun ilk iradına cavab olaraq qeyd etməliyəm ki, İranda Türk aşıq mühitləri və aşıq məktəbləri adlı birinci fəslin İran mühitində Türk soylu xalqlar və 1-2 İran türklərinin aşıq mühitinə ümumi bir nəzər adlı bu iki yarım fəsli bizim fikrimizcə əsasən mövzu baxımından fərqli hesab edib bir-birindən ayırdığımız üçün səhifə sayısını nəzərə almamışıq. Bu baxımdan almamışıq ki, ayrı-ayrıdır. Amma o yüzden təbii ki, işin xeyrinə olan bu iradı mən səmimiyyətlə qəbul edirəm. Gələcəkdə əsər kitab halında nəşr olunanda bunu təbii ki, nəzərə alacağım ki, bir yerdə olsun. Çünki bir səhifəlik olan yazını mən də sevmirəm. Deyərəm ki, bir başlıq adını. Ola bilsin ki, ümumi başlıq tapa bilməmdən qaynaqlanır bu. İkinci, hörmətli oponentimin ikinci iradı 3 səhifəli zərb alətlərinin rolu əhəmiyyət adlı yarım fəslin birinci fəsildə 1-2 İran türklərinin aşıq büyütünə ümumi bir nəzər yer tapmaması tövsiyə olunur. Oktay müəllim, mən bu dissertasiyanı yazarkən orada təsnifatını vermişdim. Bir aşıq, bir saz, bir aşıq, bir aşıq, bir saz, bir balabançı, bir balaban, bir dəfçi, bir dəfçalan, bir də dəfçalan. Bu məsələdə o təsnifatı qısa verdiyimə görə, həmən sizin o dediyiniz ora mən düşündüm ki, salım, onda gördüm ki, təsnifat çox pozulur. O yüzden o pozulmamasının xatirinə o sistem, təsnifatın pozulmamasına görə məcbur oldum oradan çıxartdım. Əslində orada zərb alətlərindən bəhs elədiyimə görə siz dediyiniz kimi ora layiqdir, o orada getməlidir. Çünki bir dissertasiyada dəfnlə bağlı olan bütün fikirlər orada getməlidir. Ya onda o təsnifatı gətirib ora verəydim, ya da ki, zərb alətlərindən bağlı olan söhbətləri ora verəydim. Sizin o dediyiniz iradı mən qəbul edirəm. Gələcəkdə indi ola bilsin ki, bunu biraz da düşünüb, bir araya gətirib, bir yerdə verməmi kitab halında nəzər alacaq. Sonra, görüm, üçüncü irad, ikinci fəslin birinci yarım fəsli bir səhifədən, ikinci yarım fəsli 3 səhifədən ibarət, yəni həcmcə azlığı ilə bağlıdır. Hörmətli oponentimin iradına cavab qeyd etməliyəm ki, xalq təbirində, burada çox maraqlıdır ki, yenə də nəzərə almamışıq o səhifə. Burada məsələn deyək ki, xalq təbirində barmaqların fərqli adları
yarım fəsil bizim fikrimizə görə məzmunca insan əlindəki barmaqlardan insanın o məsələn musiqidəki barmaqların birinci, ikinci, üçüncü, dördüncü barmaq gedir. İfaçılıqdan danışıram. İnstrumental ifaçılıqdan. Pianoya aid deyil təbii ki bu, o simli alətlərdir. Mən bundan bəhs elədiyimə görə və ikincidə də saz tellərinin qruplarından bəhs olunduğuna görə bunlara bir ümumi başlıq tapa bilmədiyimə görə dedim bu ayrı yanı olsun da. Barmaqlardan bəhs edilən burada da saz tellərinin qruplarına. Bunları bir əlaqələndirən ümumi bir cümlə tapa bilmədiyimə görə bax həmən o siz dediyiniz irad ortalığa çıxıbdır. Təbii ki, çox düşündüm, bir şey tapa bilmədim ki, Allah, mən burada barmaqdan danışıram, burada da tellərdən. Bunlarla tez bir araya gətirib, bir ümumi başlıq qoyun. Sizin dediyiniz o şey olma qaynaqları ki, yarın sərsə belirtməlməkdir. Digər bir irad 3-cü fəslin 3-cü yarım fəslində əlaqədardır. Oponentimin qeyd etdiyi bu fəsil, yəqin ki, gələcəkdə, bax, burada da o qısa olanları kitab halında gətirəndə, nəşr olunanda bunları nəzərə alacaq Oqtay müəllim. Yenə həmən o 3-cü fəsildəki irad birincidə də siz demişkən təkrar olunur. Sonra biz 3-cü fəsildə Azərbaycan, İran, Türkiyə, Türkmən sazlarının hər birinə məxsus xarakterik kök sistemini təhlil etdiyimiz üçün səhifə sayısını nəzərə almamışıq. Sonra bir də irad tutursunuz oradakı orfoqrafik səhvlər. Təbii ki, bunların həmsi kompüterdə yazıldığına görə o texniki qüsurlar ola bilsən o texniki, o kompüterin şeyindən qaynaqlanır. Bunu bir nə deyirlər, redaktor gözündən keçsə, təbii ki, bu səhvlər olmayacaq. İndi mən yenə də bir ifaçı kimi yazmışam, amma yenə o orfoqrafik səhvlər qalır. Şübhəsiz ki, mən onları əsər kitabxanada nəşr olununda çalışacağım ki, orfoqrafik səhvlərə yol verməyim. Təşəkkür edirəm sizin mənim bu dissertasiyamı diqqətlə oxuduğunuza görə, dəyərli təkliflərinizə, rəylərinizə görə. Sağ olun. Tamam, qanun edirsiniz cavab. Çox sağ olun. Söz verilir Filologiya elmlər doktoru, hörmətli professor Məhrəm bəy. Fərhad müəllim, mən bizim akademiyanın üsulundan oxuyacam. Çox deyil, yəni yığcam da oxuyacam. Sovet dönəmindən sonraki dövrdə humanitar elmi nəzəri fikrin qarşısında duran əsas vəzifələrdən biri Azərbaycan mədəniyyətinin obyektiv tarixi mənzərə və mahiyyətini müəyyənləşdirmək məqsədi ilə yenidən dəyərləndirmə müstəvisi üzərində sistemli, ardıcıl tədqiqatların aparılmasıdır. Bu səbəbdən də bütövlükdə Türk etnik mədəni sisteminin ana axarlarından biri olan Azərbaycan mədəniyyətinin tarixi estetik mahiyyətini bir bütöv halında ortaya çıxarmaq üçün onun müxtəlif istiqamətlərdəki əsas daşıyıcılarının yaranış, biçimlənmə, dəyişmə və inkişaf prosesləri dərindən öyrənilməlidir. Hər hansı bir istiqamət obyektiv tarixi coğrafi kontekst daxilində öyrənilmədikcə, gerçək mənzərənin əldə olunması imkan xaricində qalır. Acınacaqlıq olsa da Sovet dönəmində aparılmış bir çox tədqiqatlarda kontekstin düzgün müəyyənləşdirilməməsi, tarix və mədəniyyətimizin kəskin təhriflərə məruz qalmasına, zərərli elmi nəticələrə, yanlış dəyərləndirmələrə gətirib çıxarmışdır. Tarixi mədəni varlığımızın gerçək mənzərəsinin təhrifi ilə bağlı təkcə belə bir faktı xatırlatmaq yetərlidir ki, Sovet dönəmində aşıq sənəti anlayışı altında yalnız həmin dövlətin sərhədləri daxilindəki mədəniyyət hadisəsi öyrənilmişdir. Halbuki aşıq sənəti Qafqaz, İran, Anadolu kimi iri miqyaslı coğrafi çevrədə məskundur. Sözü gedən kontekstin hər hansı şəkildə kiçildilməsi aşıq sənətinin gerçək mənzərəsinin təhrifi ilə nəticələnməli idi. Təəssüf ki, Sovet dönəmində bizim aşıqşünaslarımız özündən asılı olmayan səbəbə görə belə bir təhrifə yol vermişdir. Müstəqilliyimizin əldə olunmasından sonra bir sıra başqa sahələrdə olduğu kimi, aşıq sənətinin tədqiqində də keyfiyyətcə yeni bir mərhələ başlanmışdır. Bu mərhələnin əsas səciyyəsi aşıq sənətini bir mədəniyyət hadisəsi kimi məskun olduğu tarixi coğrafi areal daxilində bir bütöv olaraq öyrənmək tendensiyası ilə şərtlənir. Ötən əsrin 90-cı illərin əvvəllərində bizim tərəfimizdən əsası qoyulan bu elmi istiqamət az keçmədən aşıqşünaslıqda bir sıra dəyərli
tədqiqatların aparılması üçün münbit zəmin rol oynadı. Aşıqlığın Azərbaycan türklərinə məxsus etnocoğrafi areal daxilində öyrənilməsi, bunun ayrı-ayrı aşıq mühit və məktəblərinin təcrübəsi əsasında həyata keçirilməsi barədəki elmi konsepsiya Türkiyə, Rusiya və İran alimləri tərəfindən rəğbətlə qarşılanmış, Əli Kafkasiyalı Türkiyədə, Samilə Xurdamiyeva Rusiyada, Camal Ayrımlı, Hüseyin Feyzullahi İranda və başqaları öz tədqiqatlarını bizim müəyyənləşdirdiyimiz elmi meyar və prinsiplər üzrə qurmuşlar. Artıq neçə illərdir ki, aşıq sənətinin, xüsusən də saz ifaçılığının istedadlı, qeyrətkeş daşıyıcısı, saz havalarının toplanması, notlaşdırılması və tədqiqi sahəsində dəyərli xidmətləri olan İlqar İmamverdiyevdə Azərbaycan, İran və Anadolu sahələrində sənətin etnocoğrafi areal metodu ilə öyrənilməsi istiqamətində məzmunlu və məhsuldar fəaliyyətlə məşğul olmaqdadır. Bu məsələ yəni xüsusidir. Bu etnocoğrafi areal metodu qoyulmuş, yəni yeni bir metoddur və İlqar müəllimin də əsas yeniliyi buradadır. Yəni biz bu uzun bir zamandır ki, artıq 10 ildən çoxdur bu metodla işlər gedir və bu işdə o istiqamətdəki uğurludur. Ona görə də mən metodun adını burada xatırlatdım. İndiyə qədər elmi ictimaiyyətə təqdim etdiyi İlqar müəllimin çoxsaylı kitab və məqalələri onun yorulmaz bir şövqlə çalışmaqda olduğunu göstərməkdədir. Onun təqdim etdiyi doktorluq dissertasiyası da Azərbaycan aşıq sənətinin, Azərbaycan Respublikasının sərhədlərindən kənardakı ərazilərdə, xüsusən də İranda mövcud olan mühit və məktəblərini müqayisəli şəkildə öyrənmək, bütövlükdə Azərbaycan aşıq sənətinin mühitlər arası və məktəblər arası əlaqələrinin tarixi və çağdaş mənzərəsini müəyyənləşdirmək məqsədi ilə hazırlanmışdır. Bəri başdan onu demək istəyirəm ki, tədqiqatçıdan böyük dözüm, dəyanət, fədakarlıq tələb edən bu çətin, ağır mövzunun öhdəsindən gəlmək məşəqqətli olduğu kimi həm də şərəfli bir işdir. Təqribən 15 il öncə İrana elmi səfərlərimiz zamanı biz bu işin bütün mürəkkəbliyini və çətinliyini özümüz şəxsən yaşadığımızdan İlqar İmamverdiyevin kənd-kənd, mahal-mahal, nəhəng bir coğrafiyanı gəzib dolaşarkən yüzlərlə aşığın repertuarını yazıya almaq üçün yorulmaq bilmədən məhrumiyyətlərə qatlaşarkən nə qədər böyük fədakarlıq örnəyi göstərdiyini sayğı və qədirşünaslıqla xatırlatmağı lazım bilirəm. Dissertasiyanın mövzusu və tədqiq predmeti olduqca həssas və aktualdır. Tədqiqatın elmi yeniliyi birinci növbədə araşdırıcının təqdim etdiyi materialların yaratdığı mənzərə ilə şərtlənir. Azərbaycan aşıqlığının ana beşikləri olan Təbriz, Qaradağ və Urmiya mühitləri və ifaçılıq məktəbləri ilə bağlı təqdim olunan xronikal informativ bilgilər, aşıqların musiqi və söz repertuarı, məclis mərasim qaydaları barədə təqdimatlar öz dolğunluğu, zənginliyi və elmi yeniliyi ilə diqqəti çəkir. Zəncan, Xorasan, Savə, Qaşqay və başqa mahallardan toplanılmış materiallar da eyni dərəcədə dəyərli və əhəmiyyətlidir. Tədqiqatçının əsl musiqişünas, aşıqşünas əsaslığı ilə ayrı-ayrı aşıq areallarındakı regional özünə məxsusluqlara diqqət yetirərək, onları variativ ayrıntıları ilə qeydə alması da olduqca təqdirə layiqdir. Sazın instrumental quruluşu, kök, pərdə, sim düzümü və s. eləcə də ifa texnologiyası barədə ayrı-ayrı aşıq ifaçılıq məktəblərində mövcud olan fərq və variantlar incəliklə müşahidə edilərək